Bəzi adamlar deyir ki, oğlum yaxşı idi uşağım. 15 yaşdan sonra gördüm pozuldu. Daha heç namaz da qılmır, daha heç ibadət də eləmir. Harama meyllənir, kobudluq eləyir, özünü pis aparır. Bilirsən, baxırsan, görürsən ki, bu ailədə 7 yaşdan 14 yaşa qədər tərbiyənin ikinci mərhələsində lazım olan işlərə riayət eləməyiblər. Bilirsiniz, nə ediblər? Çox istəyir o uşağını, deyir, dəymə, qoy yatsın. Dəymə, qoy filan, dəymə. Məktəbdən gəlib, oğlum, ayaqqabı da mən çıxardım, corabları da mən çıxardım. Sevgi göstərir zahirən. Amma o uşağa ən böyük xəyanət eləyir ki, o qədər zəifləyir ki, sonra cinsi meyl gələndə, başqa başlayır, o istəklər axını gəlir, bu qədər zəifdir ki, heç nə ilə mübarizə aparmağa ata-ana şərait yaratmayıb bunun üçün və zəifləyir və başlayır, sonra onun fəsadlarını ömrünün axırınacan hiss eləməyə, bundan din düşməni də çıxar. Zarafat bir məsələ deyil. Və bu uşaqdan din düşməni də çıxar. O nazla, nəvaziş, bəli, sevgini artıqlaması ilə ver. Bəli, tələb qoyanda da sevgi ilə qoy, amma tələbi qoy. Hərdən vadar elə ki, istəyinə qarşı getsin, xüsusilə 7-14 yaş arasında.